الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu değerli kardeşlerim. Alemler Rabbine hamd olsun. Şükürler olsun Rabbimize bizi bu mübarek ayın mübarek günlerine yetiştirip. Hal-hazırda biz Zilhicce ayının ilk 10 günlüğüne daxil olmuşuq. Allah hamd olsun. Bu böyük bir nimətdir. İlk növbədə ona görə biz Rəbbimizə şükür eləməliyik. Ki bu nimetin şükrünü etmiş olaq. Və həmçinin dəyərli qardaşlarım, nəzərinizə çatdırım ki, şükür sadəcə dil ilə demək deyil. Biz həmçinin bunu əzalarımızda da göstərməliyik. Bu Zilhiccənin nimətinə, bu 10 günlüyə şükür, həmçinin şükür eşir, ya Rabbi sənə şükürlər olsun, bizi yetişdirdin. Və həmçinin də bizim şükrümüz tamamlanacaq bu 10 günlükdə edilən salih əməlləri yerinə yetirməklə. O salih əməllər ki, bu 10 günlüyə aiddir. Biz bu əməlləri yerinə yetirəcəyik və beləliklə biz 10 günlüyün də şükrünü etmiş olacağıq inşallah. Ona görə bu mübarək günlər haqqında istərdim ki, qısaca fayda olsun, məlumat verək ki, yəni nə deməkdir? Hansı əməllər var bu 10 günlükdə? Fəziləti nədir? İlk növbədə qardaşlar, Uca Rəbbimiz mübarək kəlamında Fəcr surəsində buyurur ki, Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim, Vel fəcr. Allah and içir fəcr sağına. Buyurur ki, and olsun fəcr sağına. Və sonra Rəbbimiz buyurur ki, Və ləyəlin aşır. And olsun 10 gecəyə. Və ləyəlin aşır. Fikir verin, birinci ayədə Uca Rəbbimiz and içdi. Fəcr çağına and içdi. İlk növbədə istərdim xatırlatma edim ki, Uca Rəbbimiz məxluqatından istədiyini and içə bilər. And içirdi. O, yalnız Allah Subhanahu wa Taala'ya yaraşandır. Bizlərə gəldikdə biz Rəbbimizdən başqasına and içmək bizə qadağan oldu. Allahdan başqasına and içmək olmaz. Yalnız Rəbbimizə. And içiriksə, Rəbbimizə and içirik. Amma Allah Subhanahu wa Taala məxluqatdan istədiyini and içir. Misal olaraq gördün ki, fəcr çağına and içdi. Vəttini və zeytun. Əncirə, zeytuna and içdi Allah Subhanahu wa Taala. Bu da alimlər deyir ki, Allah Subhanahu wa Taala nəyə and içirsə, onun əzəmətini göstərir bizə. Orada nə qədər fəzilət olduğunu göstərir bizə. O günün, o zikr olunan şeyin, and içdiyi şeyin nə qədər fəzilətli olduğunu Allah Subhanahu wa Taala bizlərə çatdırır. Və burada da fikir ver, and olsun sübh çağına deyir Uca Rəbbimiz. Bu barədə alimlər bildirirlər ki, sübh çağı ümumən mərufdur. Və nəzərdə tutulan isə elm əhli buyurur ki, Qurban bayramı olan günün fəzridir. Və bu da Zilhiccənin ilk 10 gününün gecələrinin qardaşlar sonuncusudur. 10 gün bitəndə Qurban bayramı olur. Və bu 10 günün sonuncusu bitdi, sübh ki açılır, həmin sübh çağına Allah Subhanahu wa Taala and içir. And olsun sübh çağına. Sonra Uca Rəbbimiz buyurdu ki, Və ləyəlin aşır. And olsun 10 gecəyə. Nədir 10 gecə? 10 gecə elm əhli buyurur ki, burada nəzərdə tutulan Zilhiccə ayının ilk 10 günüdür. İlk 10 günüdür. Ayədə keçən 10 gecə Zilhiccə ayının 10 günüdür. Necə ki bunu sələflərimizdən İbn Abbas, İbn Zübeyir, Mücahid və həmçinin sələfdən də, xələfdən də, Ridvanullahi aleyhim, Allah onlardan razı olsun, bir çoxu demişdir. Və həmçinin Zilhiccənin 10 günü, ilk 10 günü haqqında
Peyğəmbər sallallahu aleyhi və səlləmdən Buxarda keçən əzəmətli hədis rəvayət olunur. Allah Rasulundan İbn Abbas radiyallahu anhu rəvayət edir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rasulü buyurdu ki, Mə min əyyəmin alə aməlus salih fiyhə əhəbbu ilallahi min hədihil əyyəm. Allah qatında içərisində edilən, yəni Allaha ən sevimli olan salih əməl o Zilhiccənin 10 günüdür, deyir Allah. Allah Rasulü bizə buyurur. Və sahabələr dedilər ki, qalu, ya Rasulallah, vəli cihadu fi səbidillah. Ey Allah Rasulü, hətta Allah yolunda edilən cihaddan belə, qalə, Allah Rasulü buyurur ki, vələl cihadu fi səbidillah. Hətta Allah yolunda olunan cihaddan belə. Yəni, Allaha sevimlidir. Allah qatında ən sevimli olandır Zilhiccənin 10 günləri. Hətta cihaddan belə. Allah Rasulü sonra buyurdu ki, İllə rəculun xaracə binəfsihi və məlihi fələm yarcə min zəlikə bir şeyin. İllə o kişidən, yəni savayı ki, malı ilə, canı ilə, nəfsi ilə evindən çıxıb Allah yolunda cihad eləməyə. Təkcə budur. Allaha ən sevimli olan bu əməldir. Ondan sonra Allaha ən sevimli olan Zilhiccənin ilk 10 günüdür. Təsəvvür edin. Həmçinin İmam Əhməddən gələn rəvayətdə isə Uca Allah yanında içərisində salih əməl işlənən Zilhiccənin ilk 10 günündən savabı daha böyük və onun daha çox, Allahın daha çox xoşuna gələn başqa günlər yoxdur, Allah Rasulü deyir. Sonra Allah Rasulü buyurdu ki, o halda bu günlərdə çoxlu təhlil, La ilahe illallah, təkbir, Allahu Ekber və təhmid gətirin, dedi Allah Rasulü. Təhmid, əlhamdülillah. Yəni, Allaha çoxlu zikr etməyi Allah Rasulü öyrətdi. Demək, bu 10 günlükdə biz bu şeyləri çoxaltmalıyıq, dəyərli müsəlmanlar. Və baxsan, bu 10 günün fəzilətinə, necə ki, İbn Ömər radiyallahu anhudan rəvayət olunur ki, Leysə yevmun ə'azamu indallah min yevmil cümə. Leysəl aşır. Allah Subhanahu wa Ta'ala'nın qatında, dəyərli qardaşlar, cümə günündən daha əzəmətli bir gün yoxdur. Allah İbn Ömər radiyallahu anh dedi ki, illə nə? 10 günlükdən savayı. Yəni Allah Subhanahu wa Ta'ala üçün 10 günlük cümə günündən belə əfsəldir. Bu 10 günlük. Qalə Həfz İbn Rəcəb rahimehullah, İbn Həcər rahimehullah buyurur ki, və huvə yədillu alə ənə əyyəməl aşr afdal min yevmil cümə, əlləzi huvə afdalil əyyəm. İbn Həcər rahimehullah buyurur ki, bu da ona dəlalət edir ki, günlərin ən fəzilətlisi olan cümə günündən də Allah qatında daha əfsəldir, daha fəzilətlidir. Hal-hazırda içərisində olduğumuz bax 10 gün, qardaşlar. Ona görə bu günlərdə biz salih əməlləri çoxaltmalıyıq. Dualar çoxaltmalıyıq. Və Allah Rasulü nəyə çoxaldıb? Onu çoxaltmalıyıq. Nəyə çoxaldıb? Təkbiri, təhmidi, həmd etməyi, təşbir gətirməyi, la ilahe illallah deməyi çoxaldıb. Və yaxşı sual verilir. Sual verilir ki, Suilə Şeyxülislam İbn Teymiyyə rahimehullah an aşr Zilhiccə. İbn Teymiyyə rahimehullahdan sual verilir Zilhiccənin 10 günlük haqqında ki, "Vel aşrul avaxir min Ramazan eyyuhuma afdal?" Şeyxdən soruşulur ki, Ramazanın 10 günü fəzilətlidir? Ramazanın son 10 günü fəzilətlidir, yoxsa Zilhiccənin ilk 10 günü? Fikir verin qardaşlar. Ramazanın son 10 günü daha fəzilətlidir, yoxsa vel aşrul avaxir min Ramazan, Ramazandan olan son 10 gün daha fəzilətlidir, yoxsa Zilhiccənin? Fəəcəbə. Cavab verir ki, əyyəm aşr Zilhiccə afdal min əyyəmin aşr min Ramazan. Ramazan, İbn Teymiyyə rahimehullah buyurur ki, Zilhiccənin 10 günü Ramazanın 10 günündən daha fəzilətlidir. Necə? Gündüzləri. Yəni, Zilhiccənin gündüzləri
Ramazanın son 10 gününün gündüzlərindən daha fəzilətlidir. Və ləyalil aşril avahir min Ramazan, Ramazanın son 10 gününün gecələri isə afdal min ləyali aşr zilhiccə. Zilhiccənin ilk 10 gününün gecələrindən əfsəldir. Demək nə başa düşdük? Zilhiccənin gündüzləri Ramazanın son 10 gününün gündüzlərindən daha fəzilətlidir. Ramazanın son 10 gününün gecələri isə Zilhiccənin ilk 10 gününün gecələrindən fəzilətlidir. Barakallahu fikum. Allah şeyxə rəhmət etsin. Üstünlük haqqında Hafız İbn Həcər Əl-Əsqalani rahimehullah buyurur ki: "Əlləzi yəzhar ənəs-səbəb fi imtiyaz aşr zilhiccə" bizə deyir, bəlli olan odur ki, yəni Ramazanın, Zilhiccənin üstünlüyündə səbəb nədir? Nə üçün Zilhiccənin ilk 10 günlüyü, yəni bu qədər üstünlük təşkil edir? Ramazan hətta son 10 gününün gündüzlərindən hətta. Nədir səbəb? İbn Həcər rahimehullah buyurur ki: "Liməkan ictimə ummahatil ibadə fihi." Çünki ibadətlərin əsas olan ibadətlər Zilhiccənin ilk 10 günündə cəm olub deyir. Əsas olan ibadətlər. O da nədir? Onlarda deyir, namaz da var, siyam, oruz da var. Hansı oruzdur? Arafa orucu. Arafa orucu. Barakallahu fikum. Və həmçinin sədəqə var və həmçinin heç bir gündə olunmayan, heç bir məkanda olunmayan hansı ibadət var? Həcc. Həcc var. Və la yəti zəlikə fi qayrihi. İbn Həcər deyir ki, başqa heç bir gündə, heç bir yerdə gəlmir bu ibadətlər. İllə fi Zilhiccə. Zilhiccədə gəlir. İllə. Barakallahu fikum. Və həmçinin şeyxlər buyurur ki, bu günlərdə biz diqqətli olmalıyıq. Duanı, təhlili, yəni la ilahe illallah deməyi, təkbir gətirməyi və həmd etməyi bu 10 gündə çoxaltmalıyıq. Və həmçinin qardaşlar, yekun olaraq nəzərinizə çatdıraq ki, o günlər ki, o günlərin fəzli daha əzəmətli gəlib Quran və sünnədə. Necə ki, İbn Baz rahimehullah buyurur ki, həmən günlərdə edilən savablar digər günlərdə edilən savabdan əcri daha çoxdur, qat-qat artıqdır. Yəni, misal, Zilhiccənin ilk 10 günündə etdiyin salih əməl, verdiyin sədəqə, Zilhiccənin son 10 günündə etdiyindən fəzilətlidir Allaha. Eləcə də İbn Baz rahimehullah buyurur ki, eləcə də günah əməllər. Allah qorusun. Misal, bu günlərdə etdiyin günah əməl zaten uza Rəbbimizədir. Bu gündə etsən, bir ay sonra etsəndir. Hamısı Rəbbinə qarşı asilikdir. Fərqi yoxdur. Hamısı günahdır. Böyük günahdır hamısı. Lakin ağırlıq tərəfdən fikirləşsən, cəzası tərəfdən fikirləşsən, 10 gündə etsən o günahı daha böyükdür cəzası. Allah qorusun. Onun üçün diqqətli olmalıyıq. Allahdan çoxlu dua eləməliyik, çoxlu təkbirlər gətirməliyik və Rəbbimizdən istəməliyik ki, ya Rabbi bizdən bu salih əməlləri qəbul elə. Və dediyimiz kimi əvvəldə birinci şükür edəcəyik ki, Allah bizi bu günləri yetişdirib, Rəbbimizə şükürlər olsun. İkinci də şükrümüzü əməlimizlə bildirəcəyik. Zikirlərlə, salih əməllərlə, həcc eləməyə bacaran həcci ilə, Arafa günün duaları var onunla və həmçinin Arafa günün orucu var. Arafa günü oruç tutmağınla şükrünü bildirəcəksən uca Rəbbinə və həmçinin qurban kəsənlər qurban kəsincəyə qədər saçından, dırnağından götürməyəcək. İbn Baz rahimehullah sual verirlər ki, yaxşı götürsə, İbn Baz rahimehullah deyir ki, əgər bilə-bilə götürsə, Allah Rəsuluna müxalif olduğuna görə günah daşıyır. Bilə-bilə götürsə, qurban kəsəcək. Kəsəcəm mən qurban, hə? Bilə-bilə dırnağından, tükündən götürsən,
günah daşıyırsan. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin feilinə, sünnəsinə müxalif oldu. Və bu barədə baxırsan ki, sosial şəbəkədə, tərcümələrin altında təəssüflər olsun ki, bəzi müsəlman bazı qardaşlarımız yazırlar ki, tüşdən niyə götürülməməlidir, müsəlman təmiz olmalıdır. Belə ifadələr yazırlar, təəssüf olsun ki. O da biz yaxşı zənndik ki, bilmirlər. Ona görə əslində təhlükəli sözlərdir, bu sözləri dillərinə gətirirlər. Bilmək lazımdır ki, bu feili mən, sən yox. Bunu Muhammed sallallahu aleyhi və səlləm əmr edib. Sənin, mənim Peyğəmbərimiz, ondan sonra hansı ki Peyğəmbər gəlməyəcək. O Peyğəmbər əmr edib ki, saçından, dırnağından, tükündən götürmə. 10 gün götürmürsən. Biz də, bizim dinimiz də əmr edir ki, Peyğəmbərinə itaat eləməyə. Allah Quranda əmr edir ki, ona itaat elə. İtaat da bu cür olur. Baxacam, Peyğəmbərim nə dedi? Səhih hədisinə baxacaqsın. Hədis səhih deyil, qardaş. Səhihdir. Nə əmr edeyim? Dəymə. Dəyməyəcəm. Vəssalam. 10 günlüyə bilirsən ki, sabahlarım 10 günlüyə girəcəksən, axşam girəcəksən 10 günlüyə. Artıq hamı saçını da qıxdırır, dırnaqlarını da kəsir. 10 gün ərzində zaten heç kimə heç nə olmur. Saçla, dırnaqla. Yəni daha özümüzü allatmağa ehtiyac yoxdur. Ona görə itayət vacibdir, dəyərli müsəlmanlar. Subhanakallahumma və bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruka və etûbü ileyk.